Başlayırıq sətirlərdən. Demək, sətirlər simvollar ardıcıllığıdır. Biz demişik ki, sətirlər iki dırnaq içərisində, bir dırnaq içərisində yazıla bilər. Bir dənə sətir götürürəm, A bərabərdir, dırnaqda alma. Bu belə. Sətirlər dedik ki, simvollar ardıcıllığıdır. Sıralama sayı sıfırdan başlayır, bir-bir artır. Yəni normalda biz bir şeyin hərfin burada sırasını tapsam, birdən başlasam 1, 2, 3. Yəni n burada 3-cü yerdədir. Amma Python bunu sıfırdan götürür və bunları indeks adlandırır. İndeks. İndi burada 0-cı indeksdə hansı hərf dayanır? A. 2-də L, 3-də M, 4-də A. Və indeks hərfi, yəni işarəsi nə cürdür? Yazsam ki, mən bura print. Həmin götürdüyüm bu sətir nəyə mənimsədilibsə o yazılır. Yanından o fiqurun mörtəzədən yazılır. İçərisinə yazılır indeksin, yəni 0 yazacaqsan, indeks yazılır. Həmin bu indeks yerinə nə dayanıbsa, həmin dəyişəni çıxarır. A. Yəni bunu gətirib eləsəm 4. Mənə error verir. Niyə? Çünki burada 4-cü indeks yoxdur. 0 A-dır, 1 L-dir, 2 M-dir, 3 A-dır. 4 olmadığına görə error verir. Tamam. İndi tərs ardıcıllığına baxsaq, tərs ardıcıllıqda bizdə A olur -1, M olur -2, L olur -3, A olur -4. Götürüb onun yerinə yazıram -1. Mənə çap eləyir A-nı. Yəni yadda saxlayıram ki, tərsdən oxuyanda mənfidən başlayır normal olaraq. Yəni normal qayda ilə oxuyuramsa 0-dan başlayır, bir-bir hərəkət edir. Bir də onu yadda saxlayaq ki, daxil olmuş sətri əgər mən tərsinə çevirmək istəyirəmsə, həmin bu mörtəzənin daxilində yazıram qoşa nöqtə. 2 dənə qoşa nöqtə, -1. Bunu yazacam, mənə çap olunmuş dəyər olacaq, amla olur deyəsən, amla. Bu da belə. Yanından qeyd kimi yazıram ki, sətri tərsinə çevirir. İndi indeksdə başa düşdük. İndi keçirik sətirlərdə kəsik anlayışı. Sətirlərin 2 dənə indeksdən ayrılmış hissəsinə kəsik deyilir. Mən tutaq ki, indi biraz uzun götürüm sözü. Yazıram bura. Nə yazım? Qarabağ. Yox, bu biraz uzun olsun. Azərbaycan sözü. Mən tutaq ki, istəyirəm buradan Azər sözünü çıxarım. Bizdə kəsik hissəsi nə cür gedəcək? Hardansa başlayıramsa, onun indeksini yazıram ilk öncə. 0, 0-ı qeyd elədim. Ondan sonra bir dənə qoşu nöqtəni yazıram. Bu yazılış qaydasıdır. Sonuncu hərf hansıdır? Burada Azəri çıxarmaq istəyirəm. İndeks necə düşür? 0, 1, 2, 3. Mən bunu yazıram 4. Yadda saxlayaq ki, bu sonuncu hərfi görmür bizdə. Çıxartdı Azər. Bir də onu yadda saxlayaq ki, yəni forda biz necə eləyirdik? Sonu görmürdü. Yəni burada ona görə 4 yazdım. 0, 1, 2, 3. Halbuki yəni R-in indeksi 3-dürsə, mən 4 yazacağam. Götürüb buraya 3 yazsam, nəyə çıxaracaq? A, Z, E. Aydındır hamıya? Bu da belə. İndi buradan 0-ı silsəm, default dəyər demişik ki, biz fordan da bilirik. Və bayaqki nəticəni verəcək. Yəni 0 olması önəm daşımır. Ya da ki, mən bunu başlasam 2-dən. Dəqiqə. Başlasam bunu 2-dən. 7-yə qədər. Mənə nəyə çıxaracaq 2-dən? 0, 1, 2. E-ni götürəcək. E. R. 7 burada arada yanır. 0, 1, 2, 3, 4, 5, 6. Dedik 6-ya qədər gəlir də. E, R, B, A, Y. Yəni tam ortadan da başlaya bilərəm. Bunu silsəm əgər, belə qoysam, default dəyəri hardan başlayıbsa sətrin sonuna qədər nə varsa çıxaracaq. Yəni E-dən başlamışdı, sona qədər çıxarır.
Bunları indi qeyd kimi buradan yazıram. Print. Bayaq nə yazdıq biz? A-dan default dəyər 0-dan tutaq gəlsin 6-ya qədər. Bir dənə də normal kəsik yazıram. Olsun 1-dən 4-ə qədər. Bunun bizdə xaric etməsi nə olacaq? R-dən sona qədər. Bunun xaric etməsi olacaq 0-dan 6-ya qədər. Yəni 5 indeksi götürəcək. 0, 1, 2, 3, 4, 5. Bu da 1-dən 0, 1, Z-dan 4-ə qədər. Yəni 3-cü indeks. 0, 1, 2, 3. Ctrl V. Yəni bunu bir qeyd edin ki, baxanda yəni biləsiniz də bu nə iş görür. Sonra biz demişdik də, yəni ədədləri sətri kimi göstərə bilirəm. Yəni B bərabərdir 567 yazsam, burada düşüb, bunu əgər mən sətrə çevirmək istəsəm, yazacam ki, S bərabərdir STR B. Ədədi sətrə çevirir. Bu da belə. İndi keçirik metodlara, yəni funksiyalar. Bir neçə funksiyalar var. Ədədin hərflərini böyükləşdirir, kiçikləşdirir, yerini dəyişir. Bunlar əzbərləsəz yaxşı olur. Bunu silirəm. Birinci upper'dır. Bütün hərfləri böyük simvollarla əvəz olunur. Yəni mən buraya yazsam ki, print. Həmin bu, yəni hansı dəyişəni ki, ona mənsub olan ifadənin bütün hədlərini böyük eləmək istəyirəmsə, bütün simvollarını, həmin dəyişəni yazıram. A nöqtə upper. Sadəcə belə yazıram. Bunu çalışdırsam, nə var? Yəni hamısını böyük eləyir. Böyükləri böyükdə qalır, kiçikləri böyükləşdirir. Yəni kiçikləşdirmək üçün də lowerdir. Bu da belə. Bu da nə var? Hamısını kiçikləşdirir. İndi atdığım o PDF-də var onsuz. İkinci kapitaliz deyəsən, sətirlər yalnız ilk hərfi deyəsən böyükləşdirir, digərləri balacalaşdırır. Çox güman ki, düz yazdım. Demək, burada nə edir? Bunu dəyişib edirəm. Kiçik D, yox, pozmayaq da sözü. Kiçik A, bunu da edirəm böyük R. Burada, yəni bunun prinsipi odur ki, birinci hərfi böyük eləyir, qalan nə varsa kiçikləşdirir. Yəni çox abituriyent elə bilir ki, böyük eləyir A-nı, qalan nə qalsa yerində qalır, yox. Qalanın içərisində böyük varsa onu da kiçikləşdirir. Yəni ilk hərf, simvol böyük olur, qalanları balacalaşdırır. Bu da belə. Üçüncü gəlir count'dır. Count saydır, çox istifadə olunur Python proqramında. Ədədin tərkibindəki hansı ki simvol verəcəksən, həmin simvolun sayını tapır. Mən götürüb buraya yazıram A. Dırnaqda yazıram mütləq, çünki A özü sətirdir. A yazıram, A-nın sayını tapacaq. Neçə tane var burada? 1, 2, 3. Götürüb böyük A-nı saymayacaq. Bu başqa simvoldur. Böyük A yazdığım görə neçə tane oldu? 2 dənə A. Sonra gəlir strip. Strip demək olar istifadə olunmur, amma demək ifadənin solunda, sağında nə qədər boşluq varsa hamısını silir. Simvolların ibarət olunmuş bu həmin sətri çıxarır. Demək, yazılış qaydası. Bunu buradan silirəm. Sadəcə count'un tərkibində nəsə yazırsam, bir də ki, replace ilə find da var. Çalışdıraq. Azərbaycan çıxartdı. Sonra gəlir replace. Replace deyirəm, amma yəni çox istifadə eləməyin replace-i. Necə deyim, biraz başı bəlalı funksiyadır. Çox yerdə istifadə olunmur.
Daha doğrusu çox yerdə istifadə olunur. Elə primitiv məqamlar var ki, orada istifadə olunmur. Yazanda da çox vaxtı dimbal kəsir. Bunu silirəm, edirəm replace. Bu da qalsın yerində. Bu sözü dəyişək, yazaq, almalar. İndi mən tutaq ki, burada mal sözünü dəyişmək istəyirəm nal sözü ilə. Yazıram burada həmin bu malı. Nəyi dəyişmək istəyirəmsə, ilk onu yazıram. Nə yaxşı söz seçdik? Mal. Bir dənə də dırnağın içərisində yazıram nal. Mal sözünü dəyişir eləyir nalla. Olur almanalar. Belə bir şey. Almalar. Sonra gəlir find. Find-dakı bildiyimiz kimi tapmaqdır. Həmin indekslər işarə qoyursan, indekslər arasındakı simvolun indeks nömrəsini tapır. İzahlayacağım, bunu dəyişim. Edirəm find. İndi mən tutaq ki, istəyirəm ikinci indekslə 6-cı indeks arasında ikinci indeksdən 6-cı indeks arasında A simvolunun indeksini tapsın. A, bir dəqiqə. Bir dəqiqə, burada olmalı deyildi bu. Başda olmalıdır. Hansı simvol istəyirəmsə onu başda qeyd edək. Çoxdan istifadə eləmirəm. 3 çıxartdı. Baxın, ikinci indeks hansıdır? 0, 1, 2, M-dir. M. 6-dakı demək 0, 1, 2, 3, 4, 5, 6. Daha doğrusu 6 götürmürəm. 5-ə qədər A. İndi bizə M-dən buradan bura qədər ilk rast gəlmiş A-nın, hansı ki bu simvolun indeksini tapır. M-dən bu A-ya qədər, bax bu balaca 3 dənə hərf var burada. İlk rast gəlmiş A hansıdır? M-dən sonraki. Budur da, M-dən sonraki. Bunun indeksini tapır. Başlayır 0, 1, 2, 3. Ona görə çarı 3. Yox, əgər mən seçdiyim bu aralıqda həmin hərf olmasa, yəni mən tutaq ki, A götürüb Z yazıram. Olmayanda -1 çıxarır. Niyə -1 çıxarır, onu hələ heç kim bilmir. Yəni, yoxdursa -1 çıxaracaq. Onsuz da PDF-də hamısı qeyd olunub. Sonra da başqa, yəni demişik ki, sətirləri birləşdirmək üçün plus simvolundan istifadə olunur. Bunu zaten bilirik. Tutaq ki, yazsam Z plus A yazsam. Çalışdırsam Z-i çıxaracaq. Bir də ki, almalarda yanından çıxarır. İndi keçək bunu for üzərində icra funksiyasına. Bu A qalsın yerində. For'da biz normalda dedik ki, interval üzərindən keçdik. For in range yazırdım. Tutaq ki, 1-dən N-ə qədər. İndi həmin bu aralığı silirəm. Bunun yerinə yazıram A. Qoşu nöqtəni qoyuram. Print i qeyd eləyəndə burada i hansı dəyərləri alır? A-nın yerində bu almalar dayanır da. I başlayır bir-bir sətirlərin üzərində gəzməyə. A, L, M, A, L, A, R. Bunu çalışdırın. Bir-bir hərflər çıxarır. Bu daha rahatdır da bizdə. Tutaq ki, desək ki, ədədin sonuncusunun tək demək, birinci rəqəminin tək olmasını yoxla. Onda mən necə edəcəm Sərxan? Bu ədədi daxil edəcəm ilk öncə. İndeksi 0 olanı ya indeks 0, ya da ki, bir başdan gedəcəm, yoxlayacam. 1 keçmişdir, sonra 1 verəcəm. Yəni, əsas bu sadələşdirir proqramı. Sonra başqa forun daxilində bir dənə qaldı indeks. Bunu da yadda saxladıq ki, bir-bir i burada simvolların içərisində bir-bir gəzir, götürür. Sonra əgər mən buna indekslə müraciət etmək istəsəm, həmin bayaqki range-i işə salıram. Yadda saxlayaq ki, ədədin bütün simvollarında gəzmək istəyirəmsə, len A yazıram. Len A-nı da ilk öncə deyim ki, len bunun sətir sayını tapır. B bərabərdir. Len A yazsam, B-nin burada çıxış dəyəri olacaq 3. Simvollarının sayını tapır. Əgər mən bunun bütün simvollarını gəzmək istəyirəmsə forun daxilində 0-dan
Həmin bunun sətrin uzunluğuna qədər. İndi 0 yazmıram. Demişdik ki, default dəyəri heç nə də, yəni heç nə qoymursan. Len a-ya qədər. Normalda biz nə yazırdıq Sərxan? N yazırdım da, düzdür? N. Var. Yəni 0-dan n-ə qədər. Burada da elə bil ki, 0-dan len a-ya qədər. Başa düşürsən, Xəzər? Bəli, bəli. İndi mən burada çap eləsəm, indi mən bura print i yazsam, nə çap eləyəcək mənə? Baxın, bu Burada çıxarır. Lenanı çıxardacaq o 3. Deməli 0-dan 3-ə kimi. ISO 0-dan 3-ə qədər. Çox uşaq neyinir? Elə bilir ki, print i yazanda bir-bir götürüb hərflər gəlir. Bir-bir simvollar çıxarır. Bu simvollar çıxaransa mən götürüb niyə len range yazmışam? Elə for i in a yazaram da. i yazmışamsa demək bu bunun indeksini çıxarır. Əgər ədədin özünü, simvolların özünü çıxarmaq istəyirəmsə, o zaman nə yazacam? A bunun daxilində indeksin bir-bir nömrəsini, yəni i. Bir dəqiqə. Hədə 5, 6, 7. 5, 6, 7. Alma dəyişin bunu, simvol çıxarsın. A, L, M, A. Aydın da bu. i-nin ilkin dəyəri olur 0. 0-ı çıxarır. 0-cı indeks. Olur 1. L-i çıxarır. 2. M-i çıxarır. 3-dəki A-nı çıxarır. Başqa Yəni soru? oradakı mən Lena, yəni elə bir ki, rəqəmdir də, yəni rəqəm kimi fikirləşirik. Sayı. Ki, rəqəmdir. Sonra əgər simvolunu istəyirəmsə, həmin bu dəyişənin daxilindəki indeksin içərisinə yazıram. Mötərizəsinin indeksi yazıram, bir-bir qeyib götürür. Aydın. Başqa heç nə qalmadı. Tərsə çevirməni dedim, link dedim, funksiyalar dedim, başqa heç nə qalmadı. İndi keçək 1-2 dənə suala baxaq. Görün, fora aid nə sual var. Bir də bir şey deyəcəm. Tutaq ki, bizə sual verib ki, daxil olunmuş sətirdəki sait hərflərin sayını tapan proqram. Daxil olmuş sətir. Inputdan qutardım. Keçirəm inputa. Sətri daxil edim. Sətrin daxilindəki sətirdən şeyə yoxlamalıyam. Sait simvolların. Sait simvolların ilk öncə götürüb yığıram bir dənə dəyişənin içərisinə. Hansı saitlər var məndə? A, I, O, U, E, Ə, İ, Ö. Keçdik Azərbaycan dilinə. Niyə böyük yazır? E, Ə, İ, Ö. 2 dənə oldu. 2 dənə oldu. 2 dənə i oldu. Yəni saitlər etməmi deyəsən. Bir də ki, Ü. 9 almalıdır deyəsən. Yox, biri qaldı. Bir dənə də I, I. O, U, I qaldı mən, I. I. Qulaq asırsan, Şahalə. Mən qulaq asıram. Gözlərlə hərf yazırıq. Aha. Bir şey deyim ki, mən əgər normalda if şərtində hər hansı bir sual verirdim də. İndi mən sual vermək istəyirəm ki, mənim götürdüyüm simvol, həmin bu sətirdə götürdüyüm simvol. Necə yazsam? For, i, in, a. Düzdür? Hayır. Bu Bəli. buna baxayıq. Sayt oldu belədir də. Götürdüyüm simvol i-ni burada a götürür. Mən yoxlamaq istəyirəm ki, sual verib deyəcəm ki, bunun götürdüyüm tərkibini götürdüyüm simvol, əgər bunun tərkibində varsa, demək saitdir də həmin simvol, düzdür? Evet. Götürdüyüm simvol həmin bu sətrin daxilində varsa, yəni B-nin daxilində varsa, demək ki, bu saitdir. Mən də saitlərin sayını tapmalıyam. Sualı nə cür qoyuram? If, götürdüyüm i, bu i. Tutaq ki, mən daxil eləmişəm. Alma. Götürdüyüm A simvolu, bunun içərisində varsa sualı necə verəcəm? I, in, B. Yazılış qaydası bu cürdür. Yəni götürdüyüm simvol, hansını götürəmsə onu iş yazıram. Nəyin tərkibində varsa onu yoxlayıramsa, qoşu nöqtəni əvvəl yazıram. Götürdüyüm i, B-nin daxilində varsa, demək bu nədir? Saitdir.
C plus bərabərdir 1 götürürəm. Error verməmək üçün buradan da C bərabərdir 0 götürürəm. Deməli, ingilis dilləri in içərisində o mənada bəlkə. Ay, sağ ol. Print C. İndi bunu çalışdırın. Alma. 2. A-nan bu A. Aydındır hamıya. Aynen. İndi götürüm mən buna not yazsam nə olacaq? Bura bir dənə not yazsam. Onda Ahmet ders Ait aldı. olmayanlar sayesinde. Sait olmayanları. Düzdür. İçinden yine. Aynen, Aynen. saat olmayanlar aynen. I not in B. Yəni götürdüyüm I simvolu bunun daxilində yoxdursa. Burada vəbşi bu B-ni silirəm. Bu B buradan getdi. Bunu kopyalayıram. Gətirib atıram B-nin yerinə. Bu cür də işləyər də, düzdür? Aynen. Bu dəfə olsun armud. 3 dənə hərfdir ki, bunlar samitdir. Başqa bir dənə də suala baxaq. İndi bizə desin ki, daxil olunmuş sətirdə, deyəsən qəbul sualıdır bu, daxil olunmuş sətirdə rəqəm simvollarının indekslər cəmini tapan proqram. Dedik ki, kodu yazarkən 3 mərhələdən ibarətdir. Birinci sualı tam anlamaq, ikinci kodu yazmaq üçün hansı funksiyadan istifadə edəcəm, onu beynimdə analiz eləmək, üçüncü kodu yazmaq. Birinci sualı anlamaya çalışıram. Deyir ki, daxil olunmuş sətirdə rəqəm simvollarının indekslər cəmi. Hansı ki simvol rəqəmdirsə, onun indekslərini toplayacağam. Sualı anladım. İndi keçirəm görüm hansı metoddan istifadə edəcəm, hansı funksiyadan. Heç nə, bir-bir götürəcəm, həmin bu şərti yoxlayacağam. Rəqəm sayını necə götürəcəm? Bunun yerinə nə yazacam? Rəqəmdirsə. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu notu da buradan silirəm. Götürdüyüm i, in, bunun daxilində varsa, aydındır mı ya? Bəli. Bunun daxilində Aynen. varsa demək ki nədir? Bu rəqəmdir. Bizə onun indeksi lazımdır. İndeks dediyini görə mən bunu A-nı buradan silirəm. Yazıram nə? Range 0-dan 0 yazmıram. Len hara qədər? A-ya qədər. Aynen. Burada nə yazıram? I yazmıram. Özümüzü çaşdırmayaq. A-nın i-nisi. Mənə simvol lazımdır. Mənə indeks söhbəti lazım deyil. Bu götürdüyüm simvol bunun daxilində varsa, onun indeksini topla. S plus bərabərdir I. Daxil eləyirəm. A-lı 1, 2, M, A. Demək, burada 2 dənə rəqəm var. Birin indeksi 0, 1, 2, 2-dir. 2-nin indeksi 3-dür. 2 bir 3 elədir 5. Aydındır mı ya? Ve bir de orada sıfırdan büyük beraber 9'dan kiçik beraber de götürmeye olur ha. O da olar. Demək, o hansı prinsiplə işləyirdi? Hə, o ASCII-də deyərəm o. Demək, bunu buradan silirəm. Bunu buradan silirəm. Deyirəm ki, götürdüyüm i, daha doğrusu götürdüyüm simvol böyük bərabərdirsə, demək, sətirlərdə də böyük bərabər söhbəti var. Böyük bərabərsə 0-dan, bildiyimiz rəqəm 0-dan yox, sətir 0-dan. Həmçinin and, həmin bu i kiçik bərabərdirsə, nədən? 9-dan, sətir 9-dan. Yəni, kiçikdirsə, demək, bu 0-dan 9 arası bir yerdə yerləşir. Onun indeksini tapıram. Belə. Bu da oldu sətirlərin izahı. İndi evə tapşırıqlar atacağam. Hələ ki topluya dəymirsiniz. O 90-da qalmışdıq da deyəsən biz. 90-dan 112-yə qədər dövr operatorunun ətraflarını bitirirsiniz. İndi öz suallarımı da atacağam. Onları da yazıb atacaqsınız. Kurs nə vaxtı? Şimdi